Ümumiyyətlə götürdükdə hüquqşünas yaradıcı insandır. Yaradıcı insan üçün də vaxt olduqca önəmlidir. Yəni insan həyatında hər bir zaman yaradıcılığa həsr edilməsinə görə çox qiymətli sayılır. Hüquqşünasa gəlincə, hüquqşünas asudə vaxtını ümumi olaraq istədiyi kimi keçirə bilər. Amma bu vaxtı peşə etikası və davranış qaydalarını nəzərə almaqla həyata keçirməsi daha düzgün olar. Asudə vaxta gəlincə, vaxtın bir hissəsini hesab edirəm ki, uşaqlara həsr etmək çox faydalıdır. Həmçinin mütləq şəkildə gündə 1 saat götürsək, hüquqa aid yaxud ümumi olaraq mütaliə çox önəmlidir. Yəni insanın zövqünə görə istər film izləmək, musiqi dinləmək hüquqşünas üçün hesab edirəm ki, faydalı sayıla bilər.